Deməli 24-cü testimizdə nə deyir? Don't speak so quickly, I can't understand you. Belə sürətli şəkildə danışma, mən səni başa düşə bilmirəm. Quickly sürətli deməkdir, cəld deməkdir. Bizə bu sözün sinonimi lazımdır, yaxın mənası lazımdır. Təbii ki, onun da sinonimi fastdır. Angrily acıqlı şəkildə deməkdir, slowly yavaş şəkildə deməkdir. O slowly antonim olur. Loudly ucadan deməkdir, much da çox deməkdir. 25-ə baxırıq. We study contemporary Azərbaycan literature. Biz deyir, müasir Azərbaycan ədəbiyyatını study, öyrənirik. Onu da deyim, baxın, study sözünün sinonimi learn'dür. Contemporary müasir deməkdir. Təbii ki, bu olur modern. Bizdən sinonim soruşduğu üçün modern götürürük. Amma antonim soruşsaydı həm old antonim olardı, həm də ancient antonim olardı. Sonra burada outstanding sözünü bilirsiniz uşaqlar. Siz famous, prominent, popular, məşhur deməkdir. Yəni native doğma yerli deməkdir. Baxırıq 26. Post-it. Post paylaşmaq deməkdir. She posted the letter a week ago. O bir həftədir məktub göndərib, postalayıbdı, belə deyək. Sent göndərmək feilidir bəndi. Deməli lost, lose itirməyin keçmişidir. Through atmağın keçmişidir. Leave tərk etməyin, sell satmaq feilinin keçmişidir. Baxarıq 27. Fond of-u yadda saxlayın. To be fond of ifadəsi. Özə bu to be fond of-dur. To be-li birləşmədir. Bunu da unutmuruq. Keçən il bu səhv eləmirəmsə 9-ların imtahana düşmüşdü. To be proud of, to be fond of, to be-li birləşmədir. Like-la sinonimdir. Baxırıq, we were waiting for the meeting to end. Sonlanmağını göstərirdik. End sözünün sinonimi over, bitmək. Go on, davam eləmək. Take place, baş vermək. Take up, başlamaq. Begin də başlamaq deməkdir. Davam edirik. 29-cu test. Contest yarış deməkdir. Competition ola bilər. Var. Y bəndidir. Sonra are exported. Exported bilirsiniz nədir? İxrac olunmaqdır. Yəni deməli bu sözün bizdən sinonimini soruşur. Yəni a lot of food products are exported every year. Hər il çoxlu məhsul deməli eksport olunur, ixrac olunur. İxrac olunmaq o deməkdir ki, bu xaricə çıxır ölkədən. Xaricə çıxırsa deməli bu satılır. Sold sözünü götürürük və bəndi. Burada niyə import götürürük? Baxın, import bilirsiniz nədir? İdxal eləmək. Yəni elə bir ki, məsəl üçün biz Türkiyədən tutaq ki, nəsə hansısa məhsulu özümüzə idxal edirik, gətirdiriksə, bu olur import. Amma biz Türkiyəyə nəsə göndəririksə, bu olur eksport. Göndəririksə, artıq biz onu satırıq axı, xaric edirik. Onda soldla sinonim olur. Əgər bizdən antonim soruşsaydı, import götürərdik. Allow icazə vermək, bunu əzbərləmişik biz dəfələrlə. Let, permit sözlərinə sinonimdir, cavab A bəndi. I don't allow her to do it. Mən deyir ona etməyə icazə vermədim. Personal sözünün bizdən sinonimi soruşur. Private, özəl şəxsi. Valuable, dəyərli, new, yeni, old, köhnə, qədim, yaşlı, impersonal da şəxsi deməkdir. Deməli, it was a powerful state. Powerful güclü deməkdir. Mighty, C bəndi. Mən sizə bir söz öyrədim. Mən bunu üniversitede oxuyanda öyrənmişdim. Almighty God. Almighty God, yəni hər şeyə qadir Allah deməkdir. Keçirik 33-cü test. Powerful dedik. 34. Offer təklif eləmək, suggest ola bilər. Cavab 7. Biz də burada keçmişdə verdiyi üçün keçmişdə götürürük. Remember, xatırlamaq, refuse, imtina eləmək, rədd eləmək, forgot, unutmaq, allow, icazə vermək. Take care of, qayğısında qalmaqdır. Look after ola bilər. Qayğısında qalmaq. A bəndi. Onu take after ilə qatmırıq, çünki take after xasiyyətcə oxşamaq deməkdir. Burada look for axtarmaqdır, take interest in maraq göstərməkdir, look at da baxmaqdır. Deməli 36 cruel qəddar deməkdir. Merciless, yəni mercy mərhəmət deməkdir. Merciless də yəni mərhəmətsiz, mərhəməti olmayan. Baxırıq, noble burada alicənab, fair ədalətli, sarışın və yaxud da yarmarka, sincere səmimi, hardworking çalışqan. Artist rəssam deməkdir, painter deməkdir.
Architect memardır, dentist diş həkimi, prodüserdir, porter da yük daşıyan. Deməli burada nəyə baxırıq biz? Bir dənə porter sözü. Əgər porter olsa mən buna fikir vermədim. Porter hammaldır. Potter 2 dənə t varsa bu olur duluzçu. Sonra baxırıq receive qəbul eləmək, get. Sonra freedom azadlıq, liberty. Sonra conversation söhbət, talk, cəbəndi. 41 wish arzulamaq, nə ola bilər burada? Were eager, həddindən çox istəmək. Baxın, eager istəmək deməkdir. Difficult çətin, hard çətin. Sonra famous məşhur, popular, well known məşhur. Debəndi, prominent də ola bilərdi. Baxın, prominent elə veribdir burada. Prominent olur outstanding. Ümumiyyətcə məşhur sözü çoxdur. Well known, famous, prominent, outstanding. Sonra popular. Hamısı bunların sinonimdirlər. 45'ə baxırıq. 45'də bizdən soruşur. Dal, can sıxıcı, boring sözü abəndi. Cheerful, şən, mehriban deməkdir. Merry ilə sinonimdir. Noble nədir? Bayaq demişdim. Alicənab, pleasant, məmnun. Careful, diqqətli, rude, kobud. Burada calm, sakit, joyful, sevinçli, funny, gülməli, happy, xoşbəxt. Affectionate, sevgi deməkdir. Sevgi, ülfət. Köhnə 8-ci sinif dərsliyində var idi bu. Unknown, bilinməyən, tanınmayan, outstanding, məşhur, noble, alicənab, modest, təvazükar adam deməkdir. Bunu yadda saxlayın. Realist, real adamdır. Yəni reallığa meyilli adam, realist adam. Sonra burada progressive sözünə baxırsınız. Progressive bilirsiniz nədir? Yəni inkişaf eləyən, qabaqcıl, açıq fikirli bir adam. Sonra favorite də sevimlidir bilirik. Necessary, important'in sinonimidir. Essential'dır, necessary'dir. Heavy nə deməkdir? Təbii ki, heavy ağır deməkdir. Easy asan, hard çətin. Sonra baxırıq hate nifrət eləmək, dislike cəbəndidir. Fond of xoşlamaqdır, like-ın sinonimidir. Know bilmək, tanımaq, like xoşlamaq, respect hörmət eləmək. Deyir ki, I hate people who interrupt me when I speak. Deyir when, nə vaxt ki mən danışıram və yaxud da mən danışanda sözlərimi kəsən insanlara nifrət edirəm. Interrupt kiminsə sözünü kəsmək, ağzında qoymaq deməkdir. Məsəl üçün burada wish arzulamaq sözü idi. Biz onu were eager götürdük. Eyni zamanda siz bilirsiniz də desire. Desire da arzulamaq deməkdir. Bu qədər.